Erməni kilsəsinin tarixi və fəaliyyəti ətrafında illərdir müxtəlif mübahisəli iddialar mövcuddur. Bəzi tarixçilər və tədqiqatçılar bildirirlər ki, erməni folklorunda şeytani və mistik obrazlar sadəcə mifoloji element deyil, qədim inancların qalıqıdır. Bu inanclar xristianlıqdan əvvəlki dövrlərə gedib çıxır. İddialara görə ermənilər xristianlığı qəbul etdikdən sonra belə əvvəlki inancların bir qismini tamamilə tərk etməyiblər. Bu elementlər zamanla yeni dini çərçivəyə uyğunlaşdırılıb və kilsə ayinləri daxilində gizli şəkildə yaşadılıb. Araşdırmaçılar kilsə məkanlarının memarlığını da xüsusi vurğulayırlar. Onların fikrincə, bəzi interyerlər və plan quruluşları qədim rituallarla bağlı məkanları xatırladır. Xüsusilə eçmiyəzliklə bağlı sosial mediada yayılan məlumatlarda zirzəmilərdə qapalı mərasimlərin keçirildiyi iddia olunur. Tarixə nəzər saldıqda, Pavlikanlar və Tondrakeylər kimi dini cərəyanların erməni kilsəsinə qarşı ciddi müxalif mövqe tutduğunu görürük. Onlar kilsənin rəsmi ayinlərini xristianlığa zidd, maddi və mistik təsirlərlə yüklənmiş hesab edirlər. Bu iddialar bir daha göstərir ki, erməni kilsəsinin fəaliyyəti ətrafında yaranan suallar təkcə dini deyil, tarixi və ideoloji xarakter daşıyır. Mütəxəssislər bildirirlər ki, bu mövzular emosiyadan kənar, mənbələrə söykənən araşdırmalarla qiymətləndirilməlidir. Çünki tarixdə din pərdəsi altında gizlədilən proseslər yalnız faktlara əsaslanan yanaşma ilə üzə çıxarıla bilər.